Ölkə başçısının qrafiki bu həftə, bundan əvvəlki həftə daha çox sıx idi. Dərhal oradan Gəncə şəhərində cənab prezident anım gününü məhz Gəncə şəhərində oldu. Vətən müharibəsi zamanı valideynlərini itirmiş uşaqlarla görüşdü. Onlarla birlikdə tədbirlərə qatıldı. Növbəti günü artıq 3-cü MDB oyunlarının təntənəli açılış mərasimi Gəncədə keçirildi. Məhz həmin açılış mərasimində cənab prezident iştirak edirdi. Birinci vitse-prezidentlə birlikdə, Mehriban xanımla birlikdə və həmin uşaqlar da yanlarında idi. Gəncə, fikirlər Gəncədə oldu. MDB oyunlarının məhz Gəncədə keçirilməyi də məhz bu raket hücumlarından zərər çəkmiş Gəncə şəhərində keçirilməyi də mənə elə gəlir ki, təsadüf deyil heç də. Çünki Gəncə Azərbaycanın hər zaman öndə olan şəhərlərindən biri olub, mübariz şəhərlərindən biri olub. Cümhuriyyətimizin ilk paytaxtıdır. İlk paytaxtıdır, bəli. MDB oyunları da məhz kifayət qədər qonaq qəbul etdi və maraq da artıq son illər çoxalıb. Bu barədə danışaq. Bəli, sadəcə 3-cü MDB oyunlarını Azərbaycan dövləti ev sahibliyi etdi və bundan qabaq Kazanda birincisi olmuşdu, sonra Minskdə ikincisi olmuşdu. Bu üçüncüsü Gəncədə və daha 6 şəhərimizdə oldu. Açılış mərasimi Gəncədə idi. Və burada bir neçə prizmadan yanaşma olar. Bu həm də onun ifadəsidir ki, adətən belə yüksək səviyyəli oyunlar, istər 1-ci Avropa oyunları, 4-cü İslam həmrəylik oyunları adətən Bakı şəhərində keçirilib, paytaxtda keçirilib və bu jestin özü, yəni belə oyunların Gəncədə keçirilməsi, Qəbələdə keçirilməsi, bunların eyni zamanda Yevlaxda keçirilməsi, Mingəçevirdə keçirilməsi, Xankəndidə keçirilməsi, Şəkidə keçirilməsi, bunlar bizdən ciddi mesajlardır. Yəni bu o deməkdir ki, təkcə paytaxt deyil, həm də bizim bölgələrimiz çox sürətlə inkişaf eləyir və bölgələrimizdə idman ənənəsi formalaşır və bölgələrimiz də bu baxımdan seçilir. Bu Azərbaycanın ümumi inkişafının bir göstəricisidir. Yəni düşünməsinlər ki, ancaq bu paytaxtda baş verən bir hadisədir, yox. İkincisi, Gəncə şəhərində bu açılışın keçirilməsi təsadüfi deyil. Haqlısınız, Gəncə bizim tarixən böyük mədəniyyət beşiyimizdir. Ulu bizim dahi şəxsiyyətimiz olan Nizami Gəncəvinin vətənidir, hansı ki dünya onu tanıyır və qəbul edir. Və eyni zamanda Gəncə, bilirsiniz ki, 2-ci Qarabağ müharibəsi dövründə cəbhə xəttinin 80 kilometr məsafədə olmasına baxmayaraq, oktyabrın 4-üdür, 5-idir, səvirəm 7-sidir, 19-udur, 11-idir. Bax, bu günlərdə oktyabr ayının yəni əvvəllərində erməni faşizminin raket hücumlarına məruz qaldı. Özü gecə saatlarında. Hədəfdəki mülki insanlar yaşadığı evlər idi və bizim 100-dən artıq soydaşımız həlak oldu və onların içərisində xeyli sayıda uşaqlar da dünyasını dəyişdi. Təəssüf ki, həm Gəncədə o erməni faşistlərinin dağıtdığı raket, o kasetli bombalarla dağıtdığı evlərin yerində böyük bir Gəncə memorial kompleksi açıldı. Həmin memorial kompleksdə deməli Azərbaycan tarixinin o dövrlər əksini tapıb ki, o dövrlər erməni vəhşiliyinin bütün o mahiyyətinin anatomiyasını üzə çıxarır. Həm də Azərbaycan xalqının necə mübariz olduğunu və biz müharibə dövründə bir dəfə də olsun mülki obyektlər və mülki əhalini hədəfə almadıq. Biz qeyri-hərbi obyektlərə qarşı mübarizə etmədik. Biz bir nəfər dinc əhalini hədəf seçmədik. Bu faşist xislətidir. Onlar da öz xislətində qalsın. Biz də öz humanist addımlarımızı davam etdirdik. Və həm də bax söylədiyiniz kimi cənab prezident orada hər iki valideynini itirmiş, yaxınlarını itirmiş o uşaqlarla da görüşdü və onların üzərində, gözlərindəki o sevinci də hiss etmək olurdu ki, bir yandan doğrudan böyük faciə yaşayıblar, amma bir yandan da cənab prezidentin və eyni zamanda ölkəmizin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunduqlarını da görürdülər. Bu baxımda onların o acı həyatlarını unuda bilirlər. Yəni çox diqqət, qayğı onlar üçün havası kimi lazımdır. Dövlətimizin başçısı və Mehriban xanım Əliyeva həmişə bu diqqəti ayırıblar. Bunu xalqımız çox gözəl bilir. Və bu görüşlər və bu yarışlar bir daha onu göstərir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı heç bir zaman torpağın işğal altında olmasıyla barışmayıb və bu barışmazlığın sayəsində də tarixi qələbəyə imza atıb və bizi dinc əhalini hədəf almanı qorxutmaq istəyirdilərsə, əks effekt verdi. Dinc əhali deməli Gəncə şəhərini tərk etmədi. Sona qədər o mərd-mərdanə öz şəhərlərində yaşadılar və bilirdilər ki, bizim işimiz haqq işidir, bilirdilər ki, bizim güclü ordumuz var, bilirdilər ki, bizim müzəffər prezidentimiz var və
onları qoruyur və bizim qələbəmiz labüddür. Hər bir Gəncəli buna bütün varlığı ilə inanırdı və qələbə də baş verdi. Bu baxımdan belə tədbirin Gəncədə keçirilməsi, bu idmançıların gəlməsi, onların Gəncənin hansı bir barbar hücumuna məruz qalması faktlarını görürlər, eşidirlər, şahidlik eləyirlər və bunda biz həm də propaganda baxımından Azərbaycan həqiqətlərin təbliğ baxımından çox böyük əhəmiyyəti var.